3, 4, 5 nisbətində tərs mütənasib hissələrə böldükdə natural ədədlər alınan ən kiçik natural ədəd tapın. Həm deməli 3-də 1, 4-də 1 və 5-də 1. Deməli bunları toplasaq biz bu ədədləri alaraq 60-da, deməli orta məhricimiz 60-dırsa bunu 20-yə, ikinci kəsiri 15-ə, üçüncü kəsiri 12-yə vurarıq. 20, 15, 12-ni toplasaq 47 alınır. Deməli elə bir ədəddir ki, onu 3, 4 və 5-də tərs mütənasib hissələrə böldükdə tam ədəd, natural ədəd verməlidir. Həm 3-ə, həm 4-ə, həm 5-ə bölünən ədədimiz 60-dır. Baxaq, məsəl üçün 60-ı 3-də 1 hissəsini tərs mütənasibə bölürəm. Əlbəttə alarıq 20-ni, 60-ı 4-də 1-ə bölsək 15, 60-ı 5-də 1-ə bölsək 12 alarıq. Mən ədədimiz 60-dır.